Salam, hörmətli müəllimlərimiz və izləyicilər, hər birinizə xoş gördük. Mən Yazgül Hacıyevanın təqdimatında növbəti qəbul tipli situasiya suallarımızın təqdimatına nəzər salırıq. Nəzərinizə çatdırmış olum ki, sizlər də YouTube kanalımıza abunə ola bilərsiniz və eyni zamanda paylaşa bilərsiniz həmkarlarınızla ki, onlar da həm MİQ, həm sertifikasiya hazırlaşan müəllimlər imtahan tipində suallarla tanış olsunlar. Gəlin sualımızın təqdimatına nəzər salaq. Müəllim su dövranı mövzusunu izahı zamanı bütün şagirdlərə eyni tapşırıq verir. Tapşırıq həm müşahidə, həm də hesablama bacarığı tələb edir. Sinifdə bir neçə şagird tapşırığı tez başa düşür və əlavə məlumat paylaşmaq istəyir. Digərləri isə tapşırığın məzmununu başa düşməkdə çətinlik çəkir. Müəllim dərsin tempini pozmamaq üçün heç kəsə fərqli izah vermir və hamını eyni vaxtda eyni iş etməsini tələb edir. Dərsin sonunda istedadlı şagirdlərin canları sıxılır, yəni onlar sıxıntı hiss edirlər, zəif öyrənənlər isə tapşırığı tam anlamadan tərk edirlər. Bu vəziyyətdə müəllimin fəaliyyətinə dair ən doğru pedaqoji qiymətləndirmə hansıdır? Burada artıq istedadlı şagird isə artıq dərs prosesində canı sıxılır, özünü narahat hiss edir, artıq yorulub. Təlim nailiyyəti aşağı olanlar isə tam anlamadan tərk etmiş olurlar. Yəni artıq anlama, belə deyək də, onların intellekt səviyyələrinə uyğun verilməyib. Və müəllimin həmin bu fəaliyyəti ilə bağlı bizdən ən doğru istənilir. Birinci növbədə nəzərinizə çatdırım ki, biz diqqət etməliydik ki, müəllim bütün sinif şagirdlərinə eyni tapşırıq verib. Eyni tapşırıq verir. Və bu zamanda sözsüz ki, eyni tapşırığı verirsə şagirdlərə, rəngini seçim ki, rahat şəkildə görəsiniz. Tapşırıq həm müşahidə istəyir şagirddən, həm də hesablama bacarığı istəyir. Bir neçə şagird tapşırığı tez başa düşür, əlavə məlumat paylaşmaq istəyir. Amma digər şagirdlər isə başa düşməkdə çətinlik çəkib. Müəllim dərsin tempini pozmaması üçün hamıya eyni izah verir. Hər kəsə fərqli izah verməyib. Yəni hamıya eyni vaxtda eyni iş veribdir. İstedadlı şagirdlər artıq dərsdə sıxılırlar. Təlim nailiyyəti aşağı olan şagirdlər isə tapşırığı anlamadan tərk etmiş olublar. Bizdə müəllimin fəaliyyəti ilə bağlı ən doğru qiymətləndirmə hansıdır deyir. Gəlin nəzər yetirək. Ümumiyyətlə ən doğru və yaxud da ki, daha az bu kimi suallarda o demək deyil ki, digər məzmunlarda yanlışlıq var. Amma biz verilənin içərisindən ən doğru qiymətləndirməni seçməliyik. Verilmiş situasiya ilə bağlı ən doğru yanaşma hansı olardır? Nə etməlidir müəllim? A-da deyir, müəllim bütün şagirdə eyni tapşırıq verərək dərsdə bərabərliyi təmin etmiş. Hamıya eyni tapşırıq verməklə təmin edilmir. Hər bir şagirdin intellekti nəzərə alınır. Hər bir şagirdə müəllim fərdi yanaşmalıydı. Ona görə olmaz. B-də deyir ki, müəllim sinifdə ədalətli qorumaq məqsədi ilə təlim sürətini hamı üçün eyni səviyyədə saxlamış. Burada ədalət qorunmur, çünki şagirdlərin intellekt səviyyələri nəzərə alınmayıb. Müəllim fərqləri və öyrənmə səviyyələrini nəzərə almadığı üçün tədris prosesinin inklüzivliyini zəiflətmişdir. Yəni, deyir, fərdi fərqləri və öyrənmə səviyyəsini nəzərə almadığı üçün. Yəni, şagirdə inklüzivliyi zəiflətməsi budur ki, hamı üçün tədrisin əlçatanlığını təmin etməyib. Həqiqətən də bir neçə şagird daha tez başa düşür, digərləri isə başa düşmür, çətinlik çəkib. Təlim nailiyyəti yuxarı olan şagirdlər bitirirlər, digərlərini gözləməkdən yorulurlar. Təlim nailiyyəti aşağı olan şagirdlər isə anlamadan tərk etmiş olublar. Deməli, müəllim öyrənmə səviyyələrini nəzərə almayıb. Elə doğru variant bu olacaq, digərlərinə də baxaq.
Müəllim tədrisin axarını pozmamaq üçün məqsədyönlü qərar vermiş, bu da səmərəliliyi artırmışdır. Burada ümumiyyətlə dərsin axarını pozmaması üçün səmərəliliyi heç bir şəkildə artırmayıb, çünki tədris prosesində öyrənmə baş verməyib. Deməli, yanlışdır. Müəllim istedadlı və zəif öyrənən şagirdlər arasında, zəif deyəndə, yəni təlim nailiyyəti aşağı olan şagirdlərimizdən gedir müəllimlər, arasında təbii fərqlərin yaranmasına şərait yaratmışdır. Ümumiyyətlə, istedadlı və zəif öyrənən şagird arasında fərqlərin təbii fərqlərin yaranmasına şərait yaratmışdır. Burada şagirdlərin öyrənmə prosesi baş vermədi axı. Ümumiyyətlə, müəllim diferensiallaşmanı təmin etməli idi. Müəllim burada diferensiallaşmanı təmin etməyib, yəni inklüzivlik prinsipini pozub. Şagirdin öyrənmə tərzi idi, onların bacarıqları idi. Hər bir şagirdin öyrənmə bacarığının fərqliliyini nəzərə almalı idi. Hər bir şagirdin səviyyəsini nəzərə almalı idi. Ona uyğun olaraq müəllim şagirdləri öyrənmə prosesinə cəlb etməli idi. Dərs prosesində həm təlim nailiyyəti yuxarı, həm də təlim nailiyyəti olan şagirdlərin potensialını inkişaf etdirməmişdir. İnkişaf etdirilməsinə çalışmalı idi, halbuki çalışmayıb. Deməli, burada hər bir şagirdə diferensial yanaşmanın təmin edilməməsi, onların öyrənmə tərzidir, öyrənmə səviyyələrinin nəzərə alınmamasını situasiyada gördük. Bu da gəlib öz əksini tapdı nədə? C variantında. Deməli, doğru cavab oldu nə? C variantı. Müəllimlər, nəzərinizə çatdırım ki, bu tip suallarla bağlı hər bir mövzu ilə əlaqələndirilmiş şəkildə siz mövzularla tanış olacaqsınız. YouTube kanalımızı izləməkdə davam edin. Eyni zamanda digər sosial platformalarda da izləyə bilərsiniz. Uğurlar, hələlik növbəti izahımızda görüşənə qədər.